Yod və sarımsağı qarışdır. Faydalarına inanmayacaqsan. Artrozun var, dizlərin ağrıyır, daha ağrımayacaq. Sümük ağrıların olur, daha olmayacaq. Qığırdağın yeyilir, dayanacaq, yeyilməyəcək. Bəli, düz eşitdin. İndi göstərəcəyim sadə üsulla sarımsaq və yoddan hazırladığım məlhəmlə ağrılarına çox kömək eləyəcək bir üsul göstərəcəm. Amma əvvəlcə ekrandakı ağrıya toxunun, zəhmət olmasa qızarsın, qırmızı rəngi olsun. Profilin üzərindəki pil işarəsinə toxunaraq mənə diqqətlə qulaq as. Götürürsən 2 diş sarımsağı, 3 diş də ola bilər. Xırda-xırda doğrayıb bir dənə şüşə qaba qoyursan. Şüşə qab biraz tünd rəng olsa daha yaxşı olar. Üzərin tam örtəcək qədər yod əlavə eləyib bir həftə qaranlıq yerdə saxlayırsan. Sonra ayağının ağrıyan nahiyəsinə, dizinə, topuğuna, baldırına, sümüklərinə qulaq çöpü vasitəsilə kletka eləyirsən. İltihab əleyhinə göstərdiyi, antibiotik kimi göstərdiyi təsirin köməyi ilə elə ilk gündən ağrılarınızı sürətlə azaldacaq, ödəmi, iltihabı azaldacaq, ağrılarınızı necə kəsdiyinə, necə kömək elədiyinə özünüz müşahidə edəcəksiniz. Bu videonu hər kəslə paylaşın, məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalın. Əzasınız bağlanla hər zaman sağlam qalasınız. Bu müalicə üsulu deyil, yalnız maarifləndirmə məqsədi ilə paylaşıram. İstifadə eləməyə, yoxlamağa tələsin.